Salam. Bugün 2025-də keçirilmiş magistr sınavında informatika suallarının izahına baxırıq. Deməli, 21-ci sualdan başlayırıq. Deyir, sahələrə həqiqi ədədləri daxil etmək üçün verilənlərin hansı tipindən istifadə olunur? Söhbət Axis proqramından gedir və həqiqi ədədləri daxil etmək üçün hansı verilən tipindən daxil etməkdən söhbət gedir. Təbii ki, bizim müxtəlif verilən tiplərimiz var. Onlardan burada number var, currency var, after-number var və s. Həqiqi ədədləri daxil etmək üçün bizdə number verilən tipindən istifadə olunur. Yəni 21-də cavabımız olacaq A variantı. 22-ci sualda deyir, raster təsvir 8 rəngli palitranın köməyi ilə yaradılarsa, bu təsvirin bir pikselinin informasiya tutumunu müəyyən edin. Deməli, burada söhbət gedir qrafik tipli informasiyaların kodlaşdırılmasından. Deyirdik ki, burada 2C dənə düsturdan istifadə edirik. 1, Q bərabərdir A, B, N düsturu. Amma baxırıq ki, burada söhbət o düsturdan getmir. Digər bir düsturumuz isə böyük N bərabərdir 200-lü kiçik N düsturudur. Niyə bu düsturdan istifadə edirik? Çünki burada böyük N rəng palitrasını bildirir. Kiçik N isə hər bir pikselin neçə bit yer tutduğunu bildirir. Yəni rəng dərinliyini bildirir. İndi burada bizə deyir ki, 8 rəngli palitra. Yəni söhbət gedir böyük N-dən. Böyük N-imiz 8-dirsə, 8-i 200 neçə kimi göstərə bilərik? 200 kimi göstərə bilərik. Yəni buradan da belə çıxır ki, 8 rəngli palitrada hər bir təsvirin bir pikselini təsvirin bir pikselini kodlaşdırmaq üçün neçə bitdən istifadə olunur? 3 bitdən istifadə olunur. Yəni cavabımız olacaq 3 bit C variantı. Gəldik 23-cü suala. Deyir, ilkin proqramı maşın dilinə çevirən proqramı müəyyən edin. Ümumiyyətlə, ilkin proqramı maşın dilinə çevirən proqram, yəni çevirici, bizdə translator adlanır. Translate sözündən də yadda saxlaya bilərik. Bu işi yerinə yetirən proqramımız translator proqramıdır. Belə. Bir də burada bunu qeyd edək ki, ilkin proqram maşın dilinə biri var, sətir-sətir çevirmək var idi. Bir də var idi, bütövlükdə çevirmək. İlkin proqram maşın dilinə çevirmək üçün, daha doğrusu sətir-sətir çevirəndə bu, yəni interpretator rejimindən söhbət gedirdi. Digəri isə kompiliator rejimindən söhbət gedirdi. Amma burada bizdən yəni sırf çeviricini istədiyi üçün deyirik ki, çeviricimiz olacaq translator. Gəldik 24-cü sualımıza. 24-cü sualda deyir ki, verilənlər bazası fraqmentinə əsasən bu sorğuya cavab verən yazıların sayını müəyyən edin. Yazılarımın sayını müəyyən edəcəm. Hələ birinci cavabı tapaq, sonra axırda neçə dənə olduğunu sayacaq. Deməli, birinci baxırıq, birinci mötərizəmizin içərisinə. Baxın, buradan bura qədər olan hissəyə. Bir dənə bilməliyik ki, verilənlər bazasında OR nəyi bildirir, AND nəyi bildirir? OR birləşməni bildirir. AND isə kəsişməni bildirir. Baxırıq birinci mötərizənin içərisinə. Deyir ki, fiskası 50-dən böyük olanları birinci tapı yaz. Fiskası 50-dən böyük olanlar, baxın, birinci nömrəli. Bu arada nömrələrlə baxırıq. Məsələn, deyirəm ki, fiskası 82-dir. Fiska yəni 50-dən böyük şərtini ödəyir. Hansı nömrə? Birinci nömrə. Baxıram, ikinci nömrə ödəmir. Üçüncü nömrə ödəyir. Üçüncü nömrəyə düşür. Sonra dördüncü nömrəyə düşür. Bu qədər. Deməli, şərtimizi ödəyən hansı nömrələr oldu? 1, 3 və 4. Aradakı oru yazırıq. Or. Keçdik digərisi. Deyir, cəbri 60-dan böyük olanlar. Cəbri 60-dan böyük olan nömrələrimiz düşür. Baxın, 2-yə, 3-ə, 4-ə və 6-ya. 2, 3, 4, 6 yazırıq bunun yanından. 2, 3, 4, 6. İndi birinci mötərizəmin içərisini elə buradaca həll edirəm. Deyirik, or nəyi bildirir? Birləşməni bildirir. Yəni, sol tərəflə sağ tərəfindəki ədədləri birləşdirsək, bizə 1, 2, 3, 4, 6 verəcək. Yəni, bura ümumi olaraq bizə 1, 2, 3, 4, 6 yazdıq. Buranı silək bizə. Digər hissələrimizi də hesablayaq. İndi baxırıq ki, çöldə ənd verib. Bu əndi olduğu kimi buradan yazıram, saxlayıram. Niyə? Çünki hal-hazırda ikinci mötərizənin içərisini də həll eləmək lazımdır. Və ikinci mötərizənin içərisini həll edib, bunu əndin sağ tərəfindən yazacaq. Mötərizənin içində deyilir ki, kimyası 55-dən böyük olanlar. 55-dən böyük olanlar bir 3-dədir kimyası.
4-dədir, 5-dədir, 6-dadır. Yazaq buradan aşağıdan. Neçə oldu? 3, 4, 5, 6. 3, 4, 5, 6. İndi mötərizənin içində yenə or var. Or. Biologiyası 70-dən kiçik olanlar. 2 və 70-dən kiçik olan 5, 6. 2, 5, 6. İndi bu mötərizəmizin içərisində bizə verəcək 2, 5, 6. Bunların or var yenə. Orla birləşdirəndə bu mənə verəcək 2, 3, 4, 5, 6. Baxın, bunların birləşməsi bizə 2, 3, 4, 5, 6 verdi. Bunu da gəlirəm yazıram. Çünki bu mötərizənin içərisində aldıqda, baxın, bu mötərizənin içərisindəki cavabım bu oldu. Yazıram. 2, 3, 4, 5, 6 olmalı idi burada. 2, 3, 4, 5, 6. Yazaq. 2, 3, 4, 5, 6 yazdıq. İndi bizim son edəcəyimiz iş burada ortadakı əndə baxıb hər iki tərəfi kəsişdirmək. Hər iki tərəfdə də kəsişən nömrələrim hansıdır? 2, 3, 4 və 6-dır. 4 dənə, deməli, 4 dənə nömrə, yəni 4 dənə yazı sayını istəyirdi axı bizdən. 4 dənə yazı bizim şərtimizi ödəyir. Ona görə deyir, neçə yazı oldu axırda? 4 dənə yazıdan söhbət gedəcək. B variantı. Gəldik 25-ci suala. Artıq buranı silək. Deməli, bizdə 25-ci sualda deyir ki, doğru olmayan mülahizələr müəyyən edin. Doğru olmayanları müəyyən etmək lazımdır. Deyir ki, meqabot yaddaş tutumunun ölçü vahididir. Xeyr, yəni informatikada meqabot deyə bir yaddaş tutumu yoxdur. Yəni ölçü vahidi yoxdur daha doğrusu. Megabit ola bilər və yaxud da megabayt ola bilər, amma meqabot yoxdur. Yəni birinci doğru deyil. Streamer verilənləri maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. Bəli, bu da aparat təminatına aid olan bir sualdır, nəzəri sualdır, doğrudur. Skaner periferiya qurğularını idarə edən qurğudur. Xeyr, skaner periferiya qurğularını idarə edən qurğu deyil. Ümumiyyətlə, skaner sadəcə giriş qurğusudur. 3 səhvdir. 4-ə baxaq. Simos kompüter haqqında verilənlərin uzun müddətli saxlanması üçün nəzərdə tutulmuşdur. Bəli, Simos özü də ROM-un içərisinə yerləşir. ROM özü də elə uzun müddətli yaddaş sayılır. Yəni, ROM xarici yaddaşdır. 4 düzdür. 5-ə baxırıq. Şin prosesorla yaddaş və ya kontroller arasında verilənlərin və idarəetmə siqnallarının ötürülməsini təşkil edir. Düzdür, şinlər, şinin funksiyalarından biridir. Bəli, 5 düzdür. 6-ya baxırıq. Kontroller idarə qurğusu olub, giriş-çıxış qurğularını mərkəzi prosesorla əlaqələndirir. Bu da yenə də doğru olan fikirlərimizdəndir nəzəri suallarda, nəzəri hissəmizdə. Bir də yazıb 7-də plotter giriş qurğusudur. Xeyr, bu artıq yanlış fikirdir. Çünki plotter giriş deyil, çıxış qurğusudur. Plotter necə bir çıxış qurğusu idi? Deyirdik ki, bu da düzdür, çap qurğularındandır plotter, amma daha böyük həcmli, məsələn, kağız və s.lərin çap edilməsi üçün olan çıxış qurğusudur. Ona görə 1, 3, 7 fikri səhvdir. Gəldik 26-cı suala. Doğru fayl adını müəyyən edin. Ümumiyyətlə, bu tipli suallar olana deyir, məsələn, doğru fayl adını müəyyən edin və yaxud da doğru olmayan fayl adını müəyyən edin. Yəni, doğru olmayan və yaxud da doğru olan deyənə nəyi nəzərdə tutur? Bizim faylın adında istifadə edə bilməyəcəyimiz 9 dənə simvolumuz var. Hansılardır? Boşa nöqtə, sual işarəsi, sonra var idi ulduz, dırnaq, böyükdür, kiçikdir. Sonra siləşlərimiz var idi. Sola, sağa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə simvolumuz oldu. Faylın adında istifadə etmək olmaz. Olmaz. Aha. Deməli, doğru fayl adı. Baxıram A-ya. A-da baxıram ki, bu arada faylın adı deyildik ki, 2 hissədən ibarətdir. Nöqtədən, baxın, ortada hər biri nöqtədən ayrılıb.
Nöqtədən sol tərəfdə olan bizim faylımızın adını bildirirdi. Nöqtədən sağ tərəfdə olan onun uzantısını, tipini göstərən hissəni idi. Deməli, A variantında ortada qoşa nöqtə var faylın adında. Olmaz. Düz siləhşimizi görürük. Olmaz. Y-yə baxıram. Hələ ki problem görmürük. İndi deyəcək problemdə nələrdədir. Daha doğrusu, burada simvollardan problem görmürük. Amma problemin nə olduğunu deyəcək. Deməli, B variantında problem yoxdur. D variantında isə faylın adında sual işarəsi olmaz. Bəs Y-də problem nədir? Niyə olmaz AUX-dan istifadə? Ümumiyyətlə AUX, AUX-dur, PRN-dir və s. bu kimi ifadələri də biz faylın adında istifadə edə bilmərik. Niyə edə bilmərik? Çünki deyirik ki, kompüter sistemində istifadə edilən bəzi şeyləri biz faylın adında, fayl adı kimi istifadə edə bilmərik. Məsələn, qurğuların adının qısaltması və s. kimi düşünsək. Ona görə AUX da bizim istifadə edə bilməyəcəyimiz ifadələr arasındadır. Bəs yaxşı, desək ki, AUX-dan başqa bizim hansı ifadələrimiz var ki, onlardan istifadə edə bilmərik. Məsələn, simvolları qoyduq bir qırağa. Qeyd eləyək. Məsələn, deyirik ki, nələr var idi? AUX-un özü var, faylın adında istifadə edə bilmərik. Sonra məsələn, John var. John var. PRN bayaq dedik. PRN var. Null var. Null ifadəsini istifadə edə bilmərik. Sonra var idi məsələn, com 1-dən ta ki com 9 daxil istifadə etmək olmaz. LPT. LPT 1, yenə 9, LPT 1-dən LPT 9. Yəni bu ifadələrdən biz LPT 9 bu ifadələrdən biz istifadə edə bilmərik. Yəni belə. Və qeyd etdiyimiz simvollar. Ona görə cavabımız olacaq B variantı. Yəni B-də heç bir problem yoxdur. Tire işarəsindən də istifadə edə bilərik faylın adında. Gəldik 27-ci suala. 27-ci sualda deyir ki, klaviaturanın home düyməsini basdıqda kursor mövqeyini hara dəyişir? Word-dən söhbət gedir. Ümumiyyətlə, kursoru idarə edən 8 dənə düymə var. 8 düymə hansı düymələrdir? Gəlin, baxaq. Baxın. Ekranda görünəcəkmi bilmirəm. Göstərməyə çalışıram. Əgər görünərsə, baxaq bir dənə. Aha, baxın burada klaviaturada yuxarı aşağı, sağa sola və 4 dənə yəni bu düyməmiz Home, End, Page Up və Page Down düymələri kursoru idarə edən düymələr sayılır. Yəni kursoru 8 dənə idarə edən düymə var. Yəni bunlardan biri də Home düyməsidir. Home düyməsi kursoru sətrin əvvəlinə keçirir və yaxud da End düyməsi də sətrin sonuna keçirir kursoru və yaxud da Page Up-dır, bir ekran səhifəsi yuxarı, bir ekran səhifəsi aşağı Page Down. Yəni bu funksiyaları yerinə yetirirlər. Yəni burada da cavabımız Home-dan söhbət gedirsə sətrin əvvəlinə keçirdir bizim kursorumuzun mövqeyini. Gəldik 28-ci suala. 28-ci sualda deyir, sənəddə abzas nişanını əks etdirən əmr hansı din tabında yerləşir? Sənəddə abzas nişanını əks etdirən, söhbət abzasdan gedirsə, abzaslarla bağlı nişanı əks etdirən Word-də Home tabında yerləşir. Baxaq. Gəlirik. Baxın, burada Home tabımızdayıq. Paraqraf lent qrupumuz var ki, bunun içərisində əmrlər var. Yəni, abzasla bağlı olan əmrlərim yerləşir Home tabımda. Yəni, olacaq 28-də Y variantı. Gəldik 29-cu suala. 29-cu sualda nə deyir? Deyir ki, yeni təqdimatı yaradılma üsullarını müəyyən edin. Aha. Yəni, biz PowerPoint 2019-da yeni təqdimat yaratmaq üçün nə edirik? Birinci, baxaq nələr var. Klaviatürün Ctrl-M düymələr kombinasiyasını icra etdikdə, Ctrl-M kombinasiyasını icra etdikdə
Xeyr, Ctrl+M icra etdikdə yeni slayd yaranır. Amma bizdən yeni təqdimat yaratmaqdan söhbət gedir. 2-yə baxırıq, deyir fayl tabında olan new əmrini icra etməklə, bəli, fayl tabından gedib new əmrini icra etsək, yeni təqdimat yarada bilərik. Və yaxud da başqa nə verib, baxaq. Yəni 2 doğrudur, 2-ni götürə bilərik. Sonra, deməli, 3 insert tabında yerləşən new slide. Yenə baxın, söhbət slaytdan getmir. Söhbət yeni təqdimatdan gedir. 3-də olmaz. Slides panelində hər hansı slaydı seçdikdən sonra klaviaturadan enter düyməsi xeyir. Klaviaturadan Ctrl+N klaviş kombinasiyasına vurduqda bəli, Ctrl+N-dən və deyir ki, Quick Access Toolbar panelində olan New əmrini icra etməklə, bəli, bunu həyata keçirmək olar. Ona görə düzgün variantımız olacaq A variantı. Gəldik 30-cu sualda. 30-cu sualda deyilir ki, elektron cədvəldə B sütununun enini necə artırmaq olar? Ümumiyyətlə gəlirəm Excel-ə. Baxın. Gəlirəm B sütununun yanına. B sütununun yanında klaviaturamın mousun göstəricisini gətirdim B ilə S-nin arasına. B ilə S-nin arasına gətirib mousun sol düyməsini basılı saxlayıb, baxın, mousun sol düyməsini basılı vəziyyətdə başlayıram çəkməyə. Və neynədir? Həqiqətən də mənim B sütunumun enini artırdım. Baxaq variantlarda nə verib? Deyir ki, B3 və C3 xanaları arasında sərhədi sistem. Ümumiyyətlə B3, C3 verməyi düzgün deyil. Çünki bizə sətir nömrəsi lazım deyil ki, bizə sütundan söhbət gedir. Sətir nömrəsi bizim lazım deyil. B və C sütunları arasındakı sərhədi siçanla sola doğru. Xeyr, sola doğru yox. Sərhəddəki siçanı biz neynədik? Sağa doğru dartdıq. Yəni B ilə C-nin arasına daxil olduq və mousun sol düyməsini basılı vəziyyətdə sağa doğru dartmaqla biz, C variantı doğrudur, dartmaqla biz B sütunun enini artırdıq. Gəldik 31-ci suala. Deyir, doğru mülahizələri müəyyən edin. Deməli, nə deyir? Alqoritm təşkil edən bloklar bir-biri ilə yalnız şaquli xəttlərlə birləşir. Xeyr, alqoritm təşkil bloklar bir-biri ilə yalnız şaquli xəttlərlə birləşir deyə bir qaydamız yoxdur. Yəni, yalnız belə olmalıdır deyirsə, ümumiyyətlə bu səhvdir. Dövrlərin sayı məlum olduqda modifikasiyalı dövrü strukturdan istifadə olunur. Dövrlərin sayı məlum olduq. Bəli, modifikasiyalı dövrdən strukturdan istifadə olunur. Dövrlərimizin sayı məlum olduqda. Ümumiyyətlə, modifikasiyalı dövr biz necə verirdik? Deyirdik ki, bizim modifikasiyalı dövrümüz sayğaclı dövrdür. Yəni, artıq sayğacımın sayı məlumdursa, dövrümün sayı məlumdursa, baxın, bunun içərisində verirdik, altı bucaqlının içərisində. Məsələn, artıq mən bunun içərisinə baxıram, dövrlərim sayı məlumdur. Məsələn, deyirəm ki, i özü qeyd eləyir də həmişə bunun içərisində. Məsələn, i getsin 2-dən 10-a qədər baxsın. Və yaxud da bəzən dövr sayı, məsələn, burada yazmayıb, deyirəm ki, 2-dən 10-a bir-bir artıram. 2, 3, 4, 5, 6, 7 və s. Və yaxud da bəzən addım sayını da özü qeyd edir ki, neçə addım getsin. Məsələn, deyirəm 2-dən 10-a qədər yenə gedirəm, amma 2 addımdan 2, 4, 6, 8, baxın bu formada artır. Yəni, doğru fikirdir. Sonra gəldik, 3-cü baxıb, psevdokodda format dillərə xas olan əmrlərin yazılışı üçün ciddi sintaksis qaydalar yoxdur. Formal dillərə xas olan əmrlərin yazılışı üçün ciddi sintaksis qaydalar yoxdur. Bu da düzdür. Sonra budaqlanma üçün əgər və nə qədər ki əmrləri tətbiq olunur. Budaqlanma nə qədər ki əmrləri, budaqlanmada söhbət gedir şərtdən. Şərtdə düzdür. Baxaq bir dənə. Əgər ifadəsi var, deyirəm, əgər filan şey filandırsa, bu qola budaqlansın. Amma nə qədər ki ifadəsi və qoyub ortaya, deyir ki, və bundan istifadə olunur. Bu bir qədər yanlış fikirdir. Çünki bu əsasən dövrlü alqoritmdə istifadə olunur. Yəni dövr olanda. Çünki deyir ki, nə qədər ki bu şərt ödənir, filan dövrləri icra etsin. Ona görə və qoyub eyni zamanda bundan istifadə olunur deməyi bir qədər yəni yanlış fikrə gətirib çıxardır. Sonra gəldik 5-ə. Blok sxem alqoritm təsvir üsullarından biridir. Bəli.
Blockstream alqoritm təsvir üsullarından biridir. Məsələn, digər təsvir üsullarımız nə idi? Deyirdik ki, ə, sadə danışıq dilində də təsvir eləyə bilərik, blok sxemlə təsvir eləyə bilərik, psevdokodlarla təsvir eləyə bilərik. Yəni təsvir üsullarımızdan biri bəli, blok sxemdir, düzdür. Alqoritmik dildəki addımlar sonsuz sayda olmalıdır. Xeyr. Yəni alqoritmdəki addım sayı təsəvvür edin, sonsuz sayda olsa, sonsuz bir döngüyə girə bilməz bir şey. Yəni alqoritm başlanğıcı olduğu kimi sonda bir nəticə də verməlidir. Nəticəni sonda vermək üçün də sonsuz sayda addım icra edə bilməz. Addımımız sonlu sayda addımlardan ibarət olmalıdır. Yəni doğru variantlarımız oldu 2, 3, 5. C variantı. Gəldik 18-ci sualımıza. Nə deyir bizə? Deyir ki, 18 slayddan ibarət olan təqdimat parametrləri çapa verilmiş şəkil əsasən doğru olmayan mülahizələri bizə çıxartmaq lazımdır. Doğru olmayan deyir. Baxaq nə deyir? Deyir ki, təqdimatın çap olması üçün 20 ədəd vərəq tələb olunur. 20 ədəd vərəq tələb olunur. Biz bunu hesablamalıyıq ilk öncə. Baxaq bizə nələr verir. 18 slayddan ibarət olan printer təqdimat aşağıdakı parametrlərə. Aha, gəlin hesablayaq görək, həqiqətən də 20 vərəq tələb olunurmu? Deməli, baxaq. Birinci hesablayaq görək, həqiqətən də 20 ədəd vərəq tələb olunurmu təqdimatın çap olunması üçün? Nə edirik? Baxırıq ki, söhbət neçə dənə slayddan gedir? 18 slayd. Yəni, xüsusi olaraq slayd nömrələri filan qeyd edilməyib və deyir ki, print all slides. Yəni, bütün slaydları çap et. Söhbət 18 slaydın hamısından gedir. Sonra gəldik, deyir ki, four slides horizontal, yəni üfüqi istiqamətdə, yəni aha, buradan yazıb da, üfüqi istiqamətdə 4 slayd çap elə. Yəni nədir bu? Deyək ki, baxın, bir slayd üzərində neçə dənə, bir vərəq üzərində daha doğrusu neçə dənə slayd çap olunsun. Söhbət gedir 18 dənə slayddan. Düşünün ki, bir dənə vərəqdir və bir vərəqin üzərində hər dəfə 4 slayd çap edir. Yəni, bir vərəqin üzərində 4-ünü çap elədi, yerdə qaldı 14-ü. Sonra keçir ikinci vərəqə, ikinci vərəqin üzərində 4 dənəsini çap eləyir. 14-dən 4-ü getdi, qaldı 10-u. Yəni, belə baxacaq ki, neçə dənə A4 vərəqindən istifadə olunur. Ona görə onun daha qısa üsulu 18 dənəni bölürəm. Bir slaydda dedik, bir vərəqdə 4 slayd çap olunursa, 18-i bölürəm 4-ə görüm. 18-nin çap olunması üçün mənə neçə dənə belə vərəqlər lazımdır? Deyirəm ki, düşür 4 dənə. Axı bu 16 eləyir, hələ yerdə ikisi qalıbdır. O ikisini də axı mən gəlib məcburən bir dənə də vərəqin üzərinə yenə yerləşdirməliyəm. Bu da mənə yuvarlaqlaşdıracam 5 dənə vərəq verəcək. 5 dənə vərəq, yəni slayd vərəq. 5 vərəq. Baxıram görüm, baxın buranı həll elədik. Buranı həll elədik. Buranı həll elədik. Deyirəm, neçə üzdür çap eləyir? Print one sided deyirsə, deyir elə bir üzünü də çap eləyir. Yəni, hər bir vərəqin bir üzündə elə çap eləyə gedir. 200-də olsaydı, götürüb yenə 2-yə bölərdik. Deyərdik ki, hər 2 üzündə çap eləyir. Minimallaşdırmaq üçün, vərəq sayımı azaltmaq üçün. Amma print one sided dediyi üçün bir üzlüdür. Yəni, 5 vərəq olaraq hələ qalıbdır. Collated'dır, bəli, collated'da da bir problem yoxdur. Çünki collated nə deməkdir? Dəstələnmiş. Yəni, deyək ki, birinci şəxs üçün birinci bütün səhifələri çıxartdı, bitdi, sonra keçir ikinciyə, ikinci üçün hamısını çıxardır, bitdi, keçir üçüncüyə. Yəni, deyir, burada da problem yoxdur. Uncollated olsaydı, amma başqa cür olardı. Yəni, collated'da fərqimiz yoxdur. Yəni, 5 vərəq olduğu kimi qaldı, problem yoxdur. Və ən sonda da gəlib neçə sürət, neçə kopya çıxardacaq. Deyirəm 5 dənə idi, neçə nəfər üçün çıxardıram? 4 nəfər üçün çap eləyirəm. Elə bizdə neçə dənə vərəq istifadə olunur? 20 vərəqdən istifadə etdik. Yəni birinci fikrimiz doğrudur. Bizdən də doğrularımı istəyir, yanlışları doğru olmayanı istəyir, təbii ki. Biri götürmürük. Təqdimat kitab vərəqi formasında çap olunacaq. Xeyr, kitab vərəqi kimi çap olunmayacaq. Deyir ki, albom istiqamətində çap olunacaq. Ona görə 2 səhvdir. Sonra, deməli, baxırıq 4-cü fikrə. İlk vərəqdə təqdimatın birinci slaydı 4 nüsxədə çap olunacaq. İlk vərəqdə təqdimatın
birinci slaydı 4 nüsxədə çap olunacaq? Xeyr. Yəni ilk vərəqdə təqdimatın birinci slaydı söhbət gedir, söhbət birinci slayddan gedir. Xeyr, 4 nüsxədə çap olmayacaq. Ümumi hamısı üçün 4 nüsxədə çap olunacaq. Yəni ilk vərəqdə təqdimatın birinci xeyr. Bu fikir yanlışdır. 5-ə baxaq nə deyir? Deyir ki, təqdimatın çap olunması üçün 72 ədəd vərəq tələb olunur. Xeyr, təqdimatın çap olunması üçün hesabladıq ki, 20 ədəd vərəq tələb olunur. Baxın, hə, bu fikirlər yanlışdır da, ona görə 4-dən 5 yanlışdır. İlk vərəqdə təqdimatın ilk 4 slaydı çap olunacaq. İlk vərəqdə təqdimatın 4 slaydı, elə burada çəkmişəm. Baxın, dedik, bəli, söhbət bundan gedir. Deyir ki, bəli, ilk vərəqdə təqdimatın 4 slaydı çap olunacaq. Sonra keçdik ikinci vərəqdə təqdimatın 4 slaydı çap olunacaq. Yəni, sırf bu ilk vərəqdə deyirsə ki, ilk 4 slaydı çap olunacaq, düzdür. Yığırda içərisində 4 slayd yığa-yığa gedir. Ona görə 6 düzdür, onu götürmürəm. Götürdüm 2-ni, 4-ü, 6 yanlış, 2, 4, 5 yanlış fikirlərdir. B variantı. Gəldik 33-cü suala. 33-cü sualda nə deyir? Kompüter təslimata uyğunluğu müəyyən edin. Təyinatı nədir? İşləmə prinsipi nədir? Və istifadə olunan element bazası nədir? Məsələn, baxıram, nə deyir bu? Necə uyğunlaşdıra bilərik? Kompüterlərin təslimatına görə uyğunluğunu müəyyən edin. Aha, yəni biz burada bir baxacaq ki, hansı təsnifat var. Yəni, məsələn, deyək ki, elektron lampalardır, yarım keçiricilərdir, tutaq ki, integral sxemlərdir. Burada hansı-hansına uyğunluq təşkil edir? Baxaq. Kompüterlərin təsnifatına görə uyğunluğu müəyyən edin. Götürək birini, məsələn, deyək ki, elektron lampalar, yarım keçiricilər, integral sxemlər. Aha, analog, rəqəm hibrid, super mini, mikro. Və nə deyir? Başqa aparat proqram verilənlər səviyyəsində işləyir. Deyirəm ki, deyirəm ki, təyinatı istifadə olunan element bazası. Baxaq bir dənə burada. Aha, 33-də. Deyirəm ki, kompüterlər təsnifatına görə təyinatı universal olması ola bilər. Problem yönlü olması ola bilər və ixtisaslaşdırılmış ola bilərsə və işləmə prinsipi, artıq uyğun gəlir, analog, rəqəm və hibrid ola bilər. Və istifadə olunan element bazası da, baxaq, elektron lampalar, bəli, A olacaq, yarım keçiricilər və integral sxemlər. Yəni, belə-belə uyğunlaşdırırıq ki, kompüterlər hansı, belə deyək da, təyinatı var, hansı işləmə prinsipinə görə bir-birindən fərqlənir, istifadə olunan element bazaları bunların nələrdir? Məsələn, belə deyək. Yəni, söhbət ondan gedir ki, məsələn, deyək ki, deyirik ki, təyinatına görə universal, problem yönümlü və yaxud da ixtisaslaşdırılmışdır. Yəni, təyinat deyəndə nə nəzərdə tutulur? Məsələn, deyirəm ki, universal kompüterlərin təyinatları nədir? Tutaq ki, hər işi görə bilir. Və yaxud da problem yönlü kompüterlərin təyinatı nədir? Müəyyən tip məsələlərin həlli üçün istifadə olunur. Və yaxud da ixtisaslaşdırılmış nədir? Məsələn, konkret bir sahə üçün hazırlanmış nəzərdə tutur. Baxın, təyinat deyəndə mən ona görə dedik ki, B-ni götürürük. Və yaxud da deyirik ki, işləmə prinsipinə görə niyə deyirik analog, rəqəm və hibrid götürürük? Çünki, məsələn, deyirik ki, işləmə prinsipi analog olan nədir? Fasiləsiz siqnallarla işləməyi. Rəqəm nədir? 0-1-lərlə işləməyi. Və yaxud da hibrid nədir? Hər ikisinin birləşməsi. Yəni, təsnifatı uyğunlaşdırmalıyıq. Və yaxud da deyirik ki, istifadə olunan element bazası deyəndə niyə elektron lampalar, yarım keçiricilər və yaxud da integral sxemləri seçirik? Məsələn, deyirəm ki, ona görə element bazası deyirik ki, yəni deyirəm ki, elektron lampalar hansı
Nəsil kompüterlərin təşkil edir. Deyirəm ki, elektron lampalar birinci nəsil kompüterlər üçündür. Sonra yarımkeçiricilər də ikinci nəsil kompüterlər üçündür və yaxud da üçüncü nəsil üçün olan və sonrakı nəsillər üçün olan ə, yəni hansılardır? Məsələn, integral sxemlərdir və s. Ona görə də BDA formasında olacaq. Cavabımız olacaq Y variantı. Sonra gəldik 34-cü suala. 34-cü sualda nə edirik? Deməli, deyir ki, deməli, burada həcmi tapmaq üçün verilmiş hər şeyi bir-birinə vuracaq. Yəni, nəyi vururuq? Məsələn, diskretləşmə tezliyidir, iki kanallı olmağı nəzərə alırıq və yaxud da səs yazmada neçə səviyyəlidir, neçə saniyə davam edir və s. Vurub bir-birinə həcmini tapacaq. Nə edirik? Birinci söhbət gedir 256 Hz diskretləşmənin tezliyindən. Gedirik 200-8-i. 256-nı yazırıq 200-8 kimi. Vurulsun. Söhbət gedir iki kanallı audiodan. Yəni iki kanallı dediyi üçün vururuq 2-yə. Baxırıq. Birinci gəlirəm saniyəni nəzərə alıram. 1 dəqiqə 4 saniyə. Dəqiqəni çevirirəm saniyəyə. Çünki saniyə ilə yəni hesablayanda düsturumuzda saniyə ilə vurmaq lazımdır. 1 dəqiqəmiz 60 saniyədir. Üstünə də 4 saniyəm gələndə mənə 64 saniyə, yəni 2 üstü 6 saniyə verir. 32 səviyyəli diskretləşmə deyir və ardında da cümləni deyir ki, hər bir siqnalın mümkün minimal və eyni sayda bitlərlə kodlaşdırıldığını nəzərə alaraq 32 səviyyəli diskretləşmədən hər bir siqnalın tutduğu yer 5 bit çıxır. 5 bit. 5 bit. Bunu hesablayaq görək bizə həcmi nə qədər verir? Deyirik ki, bu həcm bizə 5 vurulsun 2 üstü 15 verəcək. 2 üstü 15 bitlə verəcək cavabı bizə həcmi. Amma baxaq ki, həcmi bizdən kilobaytla istəyir. Kilobaytla. Kilobaytla istəyirsə, böləcək 2 üstü 13-ə. Bitdən çünki kilobayta keçəndə bölürük 2 üstü 13-ə. Bölürük. Deyirik ki, bu gedir, bu gedir. 2 üstü yuxarıda qalır 2. 5-i də 2 üstü 2, yəni 5-i 4-ə vuranda bizə 20 kilobayt həcm verəcək. Cavabımız olacaq D variantı. Gəldik 35-ci suala. 35-ci sualda nə deyir? Bunu buradan silək. Aha, nədir bu sual? Uyğunlaşdırma sualıdır və say sisteminə aiddir. Bəli, say sisteminə aiddir. Biz x-ləri tapmalıyıq bundan öncə. Ümumiyyətlə biz say sistemində fərqi yoxdur. İstəyir indeksində, istəyir ədədlərin, yəni yazılmış ifadənin içərisində, yəni hər hansı bir məhsul görəndə onluq say sistemə keçirilmə qaydasından istifadə edib hesablama aparırıq. Çünki onluq say sisteminə keçəndə biz məhsulu tapmamız daha rahat olur o üsulla tapanda. Onluğa keçirmə üsulumuz nə idi? 0, 1 yazırıq üzərinə. Bərabərliyin sağ tərəfinə baxıram ki, elə onluqdadır, ehtiyac yoxdur. Bunu vurub açaq. Onluğa keçirəndə nə edirdik? B vurulsun 16 üstü 1, üstə gəlsin x vurulsun 16 üstü 0. Yazaq dediyimizi. B vurulsun 16 üstü 1, üstə gəlinsin x vurulsun 16 üstü 0. Bərabərdir elə onluqda olan ədədimizə. Yəni onluqda olduğu üçün çevirmirik də, olduğu kimi qalır. Hesablayaq görək x-in nə alacaq? Vurub açaq, düzgün formaya keçirək, tənlik formasına. B 16-lıqda, baxın, B ədədini 16-ya vuranda, B-nin özü 16-lıqda 11-i ifadə edir. 11-i götürüb biz 16-ya vursaq, alacaq 176. Bura mənə verir 176. Üstə gəlinsin. X vurulsun 16 üstü 0. Onsuz da 16 üstü 0. Hər hansı bir ədədin üstü, ifadənin üstü 0 olanda bizə 1 verir. X-i də 1-ə vuranda bura verdi mənə X-i. Bərabər eləyirik 183-ə. Və tənlikdən də 183, X-i tapmaq üçün 183-dən 176 çıxanda bizə nə verəcək? Verəcək bizə 7-ni. X bərabər də alacaq 7. Yəni 1-ə uyğun olacaq Y variantı. İndi bunu silək.
Gələk ikinci ifadəmizi hesablayaq. Yenə baxırıq ki, məhsul var içərisində. Məhsul varsa nə edirik? Onluğa çevirmə qaydamızdan istifadə edirik. Üstünə 0, 1, 2, 3, 4, 5 yazdıq. 5 bura yazdıq. Bunu buradan silək. Aha. Yenə vuraq açaq. Yenə necə olacaq da bir də bir-bir yazmıram. Olacaq 1 vurulsun 2 üstü 5, 1 vurulsun 2 üstü 4, 0 vurulsun 2 üstü 3, x vurulsun 2 üstü 2, 0 vurulsun 2 üstü 1, 1 vurulsun 2 üstü bunları toplayıb 49-a bərabər edəcək. Elə dediyimizi yazaq. 1 vurulsun 2 üstü 5 bizə neçə verdi? 32. Plus 1 vurulsun 2 üstü 4 bizə neçə verdi? 16. Plus 0 vurulsun 2 üstü 3. Onsuz da bizə 0 verəcək. Yazmamıza ehtiyac yoxdur. Keçirik bu x-ə. X vurulsun 2 üstü 2. Yəni x vurulsun 2 üstü 2 bizə 4x verəcək. 4x. Üstəgəlsin yenə 0 vurulsun 2 üstü 1. Yenə 0 verəcək. Yazmıram. 1 vurulsun 2 üstü 0 da bizə elə 1-in özünü verəcək. Bərabərdir elə 49-a. 49-a. Deməli, baxırıq bura. Nə edirik? Toplayırıq. 32 ilə 16-nı toplayanda bizə verəcək 48. 48-in üzərinə buradakı 1 gələcəm, eləyəcək 49. Yəni 4x plus 49 bərabərdir. Bərabərliyin sağındakı 49-a. Buradan da 49-dan 49 çıxanda 4x bərabər olacaq 0-a. X də bərabər olacaq 0-a. Yəni x-imiz bizə 0 verəcək. Yəni 2 uyğun olacaq D bəli. D, bəli, D variantı. Keçirik üçüncüyə. Üçüncüdə baxaq bərabərliyin sol tərəfində elə onluqdadır. Deməli x vurulsun 10 üstü 0, 1. 10 üstü 1. 10x plus bu bizə bunu hələ ki saxlayaq. 9x x9 baxaq görək saxlasaq, yoxsa bunu da vurub açsaq yaxşı olur. Çünki məhsul var içərisində. Məhsul var. Yenə də bir yoxlayaq. Hələ ki vurub açaq bunu da. X vurulsun 10 üstü 1. Bu bizə verir 10x. 10x. Plus 9 kimi yazaq. Bərabərdir. Bunu da 0, 1 eləyirəm. Məhsul var yenə. X vurulsun 16 üstü x. 16x plus 3 vurulsun 16 üstü 0 bizə də 3 verəcək. Bu 10-u 16-nın yanına keçsək bizə verəcək 6x. Bu 9-un yanına da 3-ü geçsə elə bizə 6-nı verəcək. Çıxacaq da. X də bərabər olacaq elə 1-ə. Düzdür. Yəni x-imiz də neçə olacaq? Olacaq 1. Bu da olacaq C variantı. Y, D, C hansı variantdadır? Bizim D variantımızdadır. Gəldik 36-cı suala. Deyir, page setup lent qrupu hansı taba daxildir? Word-də. Page setup ümumiyyətlə layout tabına aiddir. Gəlin baxaq. Baxın, layout tabımıza page setup lent qrupumuz daxildir. Yəni cavabımız olacaq layout D variantı. Gəldik 37-ci sual. 37-ci sualda deyir ki, POP 3-ün təyinatını müəyyən edin. Ümumiyyətlə POP 3 elektron məktubların alınması protokoludur. Bunu protokollarda qeyd etmişdik. Ona görə olacaq Y variantı. Gəldik 38-ci suala. Deyir, müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkə arasında informasiya mübadiləsini təmin edən qurğunu müəyyən edin. Bunu da keçmişdik. Şürüzlər müxtəlif protokollarla son dərsimizdə qeyd eləmişdik. İşləyir və bir neçə lokal şəbəkə arasında informasiya mübadiləsini təmin edir. 39-cu sual deyir ki, iş masasındakı fayl və ya qovluqları hansı göstəricilərə görə nizamlamaq, sıralamaq olar və söhbət gedir Windows 11-dən. İş masasındakı fayl və qovluqları hansı göstəricilərinə görə nizamlamaq olar? Söhbət nədən gedir? Baxın, gələk bir dənə
Baxaq, yəni söhbət desktopdan gedir. İş masası deyəndə, desktopumuz nəzərdə tutulur. Desktopun üzərində fayllar görürük, qovluqlar görürük. Bunları nizamlamaq deyəndə söhbət, sort eləməkdən gedir. Yəni sort eləmək nədir? Çeşidləməkdir. Yəni deyir ki, fayllarını, qovluqlarını, proqramlarını nələrə görə çeşidləyə bilərsən? Ada görə, ölçüyə görə, tipinə görə və yəni dəyişiklik edilmiş tarixə görə nizamlaya bilərsən. Baxaq görək, bəs bizdə nə verilibdir? Deyir ki, aha, baxın elə. Avtomatik cavab var. Deyir, adına görə çeşidləyə bilərsən, ölçüyə görə çeşidləyə bilərsən, dəyişiklik tarixinə görə çeşidləyə bilərsən. Ona görə 39-da olacaq D variantı. Gəldik 40-cı suala. 40-cı sualda deyilir ki, düstur sətrinə yazılmış count if S1-dən S4-ə 20-dən böyük funksiyasının təyinatı müəyyən edilir. Söhbət gedir, deyir ki, ümumiyyətlə count-un funksiyası, ə, deməli, count-un funksiyası saymaqdır. Amma deyir ki, nəyi say? Və niyə if-lə verib? Count if verəndə nə baş verir? Deyir ki, yaxşı saysın, amma xanaları yəni saysın, amma nəyi saysın? S1, S4 diapazonunu saysın. İfi ona görə verib ki, bir dənə şərt qoyur. Deyir, filan şeyi saysın, əgər, ikinci hissəyə baxın, 20-dən böyükdürsə. Buradan belə bir məna çıxır ki, yəni demək istəyir ki, S1, S2, S4 xanalarında olan qiymətləri 20-dən böyük olan xanaların sayını tap. Baxın, C variantında da həmin şey deyir. Deyir C1, C2, C4, C3, C4 xanalarında qiyməti 20-dən böyük olan xanaların sayını tapır. Bu count if-in burada funksiyasıdır. Yəni dediyimiz kimi, count-un funksiyası saymaqdır, if-in də funksiyası əgərdir. Şərt qoymalıdır mütləq. Deyir ki, filan şərtə görə, məsələn 20-dən böyük, yəni xanalara baxacaq. Məsələn deyək ki, bunlar tutaq ki da, deyək ki, bizim xanalarımızdır. Baxacaq xanalara, deyəcək ki, məsələn S1, S4 buradır. Təbii ki, bu Excel-dən söhbət gedir də. S1, S4-ümüz məsəl üçün burdadır. Burada ədədlərimiz verilib. Baxacaq, deyəcək ki, bunların sayını tap. Amma bax ki, harda 20-dən böyük bir ədəd varsa, onun sayını tap. Məsələn, mən deyirəm ki, burada 30 verib, burada 25 verib, burada 16, burada da verib 20 olsun da bu da. Deyəcək ki, onda 20-dən böyük xanalarım hansıdır? 25 olandır, 30 olandır, bir də başqa yoxdur. Yəni deyəcək ki, 20-dən böyük xanaların sayı nə qədər olacaq? 2 dənə. Yəni ifadə etdiyi məna odur. 40 olacaq C variantı. Gəldik 41-ci suala. Nə deyir? Deyir ki, sənədə 7 sətir və 5 sütundan ibarət olan cədvəl verilib. Üçüncü və dördüncü sətirdən bütün sütunları seçildikdən sonra merge cells əmri icra olunur. Daha sonra 6-cı sətrin ilk 3 sütun seçi aşağıdakı əmr icra olunur. Demək ki, sənədə nə əlavə olunub? 7 sətir var, 5 sütun var. Aha, gəlin dediyini eləyək. Word üzərində göstərək. Gəlirəm. Ne derdi? 7 dənə sətir, 5 dənə sütun. Aha. Baxıram 7 sətrin, 5 dənə sütunum varmı? Bəli, var. Deməli, nə deyirdi? Deyirdi ki, 3-cü və 4-cü sətirlərin bütün sütunları, 3-cü, 4-cü sətir. Baxaq, 3-cü sətir budur, 4-cü sətir budur. Deyir, 3-cü, 4-cü sətrin, baxaq, görə yaxınlaşdıra bilsəydik. Aha. 3-cü və 4-cü sətirlərin bütün sütunları seçildikdən sonra merge cells əmri icra olunur. Merge cells ümumiyyətlə əmrin funksiyası nədir? Merge cells edəndə baxın bu xanaların hər birinin içərisini açacaq, müəyyən xanalar şəklində birləşdirəcək. Baxın burada merge cells əmrinə toxunuram. Fikir verin, aralarını açdı və bunları belə bir xana formasında birləşdirdi. Deyir icra olunandan sonra 6-cı sətrin
6-cı sətrin. Baxaq. 1, 2, 3, 4, 5, 6 artıq bura düşür. Deyir 6-cı sətrin ilk 3 sütunu seçilərək. İlk 3 sütunu seçdik. Seçilərək aşağıdakı əmr icra olunur. Yəni aşağıdakı əmrdə nədir? Deyir ki, 6 dənə sütun əlavə elə, bir dənə də row, sətr əlavə elə. Edək. Baxaq, buradan əlavə eləyə bilsək. Nələr var burada? Burada dizayna, burada isə high hündürlük və s. və s. Convert to text table, self. Buradan eləyə bilmirik. Məncə, hə. Bəs dizaynda o dizaynı ilə bağlıdır. Dediyini edək. Nə edəcək? Burada. Insert table. Aha, bizdən 6 dənə sütun istəyir. 6 dənə sütun istəyir. Deməli, bunu düzəldək bir dənə. Deməli, çox vaxtımız getməsin deyə özüm ayrıca bunu çəkdim, yəni düzəltdik. Söhbət yəni nədir konkret olaraq? Deyir ki, yəni bu aralarını açdın, yəni merge cellslə və yaxud da sonra filan sətrin, məsələn, deyirik ki, ilk 3 filan sətrin filan sütununu seç, neynə, yəni burada nələr yarat, söhbət ondan gedirdi. Yəni ora qədər hər şeyi göstərmişdik. Yəni deyir ki, bunu edəndən sonra yəni yerdə neçə dənə xanam qalacaq. Təbii ki, xanalar da bizim bu, baxın bu düz bucaqlar, bu kvadratlar bizim xanalarımızdır. Yəni onların sayını istəyir məndən. Təbii ki, bunu mən sizə bu şəkildə göstərdim. Amma siz bunu özünüz yazılı şəkildə də həll edə bilərsiniz. Yəni, daha doğrusu siz yazılı şəkildə etməlisiniz bunu. Sadəcə mən sizə göstərdim ki, göz olaraq, yaddaş olaraq yadda qalsın. Yəni, onda hesablamanı artıq özünüz aparasınız. Yəni, filan şeyi etsəm nə baş verər, möcüzəsi etsəm məsələn nə baş verər və yaxud da məsələn filan sütunda dayanıb, filan sətirdə dayanıb, filan qədər sütun əlavə etsəm nə baş verər? Yəni, bunu əyani şəkildə göstərdim. Siz də özünüz onu artıq hesablama apararaq tapa bilərsiniz. Baxsaq, burada da xanalarımızın sayı 29 olacaq. Yəni, cavabımız olacaq 29. Sonra gəldik 42-ci suala. 42-ci sualda nə deyir? Deyir ki, kontekst menyusunu aşağıdakı üsullardan hansıları ilə açmaq olar? Söhbət gedir yenə Windows 11-dən. Klaviaturada kontekst menyusu düyməsini basmaqla, bəli, klaviaturadan kontekst menyusu düyməsini basmaqla kontekst menyusunu açmaq olar. Doğrudur. Sonra baxırıq ki, klaviaturadan Shift plus və sağa ox düyməsi kombinasiyasını basmaqla xeyr, bu kontekst menyunun açılması üçün olan düyməmiz deyil. Bəli, o düyməmiz deyil. Sonra söhbət nədən gedir? Baxaq digər variantə. Faylın və qovun siçanın sol düyməsini klikləməklə. Xeyr, biz faylın və yaxud da qovluğun kontekst menyusunu açmaq istəyiriksə ümumiyyətlə, gəlib faylın və ya da qovluğun üzərində mausun sağ düyməsini vurmaqla biz kontekst menyusu aça bilərik. Sonra deyir 4-də klaviaturada Ctrl plus K düyməsini vurmaqla, xeyr, Ctrl plus K düyməsini vurmaqla biz kontekst menyusunu açmırıq. Sənəddə kursorun olduğu yerdə hyperlink yaradır. Yəni hiperəlaqə yaratmaq üçün bu klaviatura düyməsini istifadə edirik. Bu da səhvdir. Baxaq 5-də nə deyir? Klaviaturada Shift plus F10 düyməsini vurmaqla düzdür. Düymə funksiyası nədir? Kursorun daha doğrusu nə edir? Kontekst menyusunu açmaq üçündür. Daha sonra 6-ya baxaq. Deyir ki, faylın və qovluğun üzərində sıçan sağ düyməsini vurmaqla bu da doğru fikirdir. Yəni 1, 5, 6 vasitəsilə biz nə edə bilərik? Kontekst menyularını aça bilərik. Baxaq bir də bəli.
Sonra gəldik 43-cü suala. 43-cü sualda nə deyilir? Deyilir ki, doğru mülahizələri müəyyən edin. Doğru mülahizələri müəyyən edin. Deyir ki, monitor daxil etmə qurğusudur. Monitor daxil etmə deyil, xaric etmə qurğusudur. Çünki düşünün ki, bizim adi, yəni telefonlarımızın belə ekranı var. Yəni monitor kimi düşünsək və ya da kompüterdən götürək, kompüterimizin monitoru bizə informasiyanı əks etdirir ki, biz görürük. Deməli, xaric edir informasiyaları biz görürük. Daxil etmə qurğusu deyil, xaric etmədir. Bizdən doğru mülahizələr istəyir. Qrafik planşet, diktayzer daxil etmə qurğusudur. Bəli, iki düzdür. Çünki bu səhv eləmirəmsə diktayzer düzdür, mən özüm istifadə etmirəm. Bu qrafik planşetlərdən müəllimlər istifadə eləyir. Məsələn, yazı yazırlar, yəni yazılan yazılar görünür də ekranda. Demək ki, yazı yazılanda informasiya daxil edilir. Hər hansı məsələn bir qələm vasitəsilə daxil edirik, biz yazıları yazırıq. Qrafik planşet digitayzer ona görə daxil etmə qurğusu sayılır. Üçüncü sualda, üçdə deyir TV Tuner, PAL, SECAM, NTSC formatlı televiziya verilişlərini qəbul edərək monitorda göstərilməsini təmin edən qurğu doğrudur. İşte doğru fikirdir. Yəni nəzəri hissədir. Onsuz da yəni bu tam olaraq doğru olan bir fikirdir. 4-də də deyir ki, CD-ROM xaric etmə qurğusudur. Ümumiyyətlə CD-ROM bir qurğu, yəni xaric etmə, daxil etmə qurğusu yox, yaddaş hesab olunur. Yəni CD-ROM, daha doğrusu xaric etmə qurğusu yox, CD-ROM deyirik. Burada mən ROM-a fikir verdim. CD-ROM-dur, CD-R-dir, CD-RW-dur. Bunlar ümumiyyətlə CD-nin, diskin növləridir. Bu xarici qurğudur. Xaric etmə qurğusu yox, xarici yaddaş qurğuları sayılır. Ona görə deməli, 4 düz deyil. Xaric etmə yox, xarici yaddaş qurğusudur. Klaviatura daxil etmə qursu bu düzdür. Çünki biz klaviaturadan hər hansı bir klavişləri basmaqla hər hansı bir informasiyaları daxil edirik. Bu düz fikirdir. Və 5. Web kamera görüntüləri əks etdirən xaric etmə xeyr. Xaric etmə qurğusu deyil. Web kamera bizim məsələn deyirik ki, adi telefon kamerası ilə belə hər hansı bir görüntüləri biz telefon yaddaşını çəkib telefon yaddaşına saxlayırıq. Xaric etmirik ki, ona xaric etmə qurğusu deyil. Bu da səhvdir. Yəni düzgün olan fikrimiz oldu 2, 3 və 5. Gəldik 44-cü suala. 44-cü sualda nə deyilir? Ex ilə bağlı olan bir sualdır. Deməli, mənə belə bir cədvəl verib. Nə deyir? Cədvəlin B sütununa aşağıdakı süzgəc tətbiq olunarsa, ekranda neçə sətir əks olunar? Aha. Baxaq, nə verib burada? Deyir, informatika olan sütun, yəni bəli, B sütunu. B sütununda is greater than or equal. Yəni deyir ki, 40-dan böyük olanlar və yaxud da bərabər olanlar or deyə or qoyub, is less than or equal to, yəni və ya deyir, yəni belə deyək də, informatikası, baxın belə çəkək. İnformatikası 40-dan böyük, 40-dan böyük və ya yəni və yanı elə oradan qoyuram. Bax, buradakı oradan hələ söhbət gedir ha. Yəni ortadakı oradan söhbət getmir. Yəni belə eləyək də. Bunu mötərizəyə alaq. Or eləyək bunu. Or. Info yazıram qısa. İnformatikası və ya equal demək istəyirik və yaxud da informatikası 40-a bərabər olanlar. Yəni 40 bərabərdir, böyükdür dən söhbət gedir. Sadəcə mən ayrı-ayrı yazdım ki, başa düşək. Sonra ortaya yenə bir dənə ümumi or qoyubdur. Sonra da deyir ki, bir də seçə də bilərsən informatikası 30-dan kiçik və yaxud da yenə bax less than 30-dan kiçik or 30-a bərabər olanlar. İnformatikası kiçikdir 30 or informatikası 30-a bərabər olanlar. Hesablasaq, informatikası birinci hərə mötərizənin içərisində, informatikası
40-a bərabər və 40-dan böyük olanlar hansıdır? Birinci onları seçək. Hansı nömrələrdir yəni? 40-a bərabər və 40-dan böyük olanlar. 1, daha doğrusu 5, 7 və başqa yoxdur. Yəni, bura olacaq ancaq 5 ilə 7. 5, 7. Bu mötərizənin içərisində mənə bunu verdi. Oru qoyuram, ortadakı bu oru qoydum. Keçim ikinci mötərizəmə. Deyir, informatikası ya 30-a bərabər, ya da kiçik olanlar bəs hansılardır? İnformatikası 30-a bərabər və kiçik olanlar da, baxın, 1, 2, sonra 6, sonra 30 və 30-dan kiçik olanlar 9, 10 və bitdi. Yəni, hansılar oldu? 1, 2, 6, 9 və 10. Əgər baxaq bir dənə 5, 7, 1, 2, 3, 4, 5. Aha, elə bu orla bunları birləşdirəcəyik. Ümumi bu bizə verəcək 1, 2, 5. Çünki or birləşmə bildirir daxı. 6, 9, 10. Bizdən nə soruşur? Ekranda neçə sətir əks olunacaq? Sayını istəyir. 1, 2, 3, 4, 5. 1, 2, 7-ni yazmamışam arada. 7, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7 dənə sətir əks olunacaq. Cavabımız olacaq 7. Bunu belə də bir-bir ayırıb da yaza bilərsiniz və yaxud da şey də yaza bilərsiniz. Belə də birləşdirib də yaza bilərsiniz. Məsələn, informatikası, baxın, 40-dan böyük bərabər, or qısa da yaza bilərsiniz də. Yəni, informatikası 30-dan kiçik bərabər belə eləyib də tapa bilərsiniz. Yəni, bu strukturla sadəcə ayırdım ki, başa düşəsiniz. Cavabımız oldu 7. Baxaq 45-ci sonuncu sualımıza. Deyir ki, belə bir URL ünvan verilib. Uyğunluğu müəyyən edin. HTTP nədir, www nədir və bdd.baku.az nədir? Birinci HTTP verilən hipermətnin ötürülməsi protokoludur. Ona görə 1-ə uyğun olacaq C. www olan isə internet xidmətinin adıdır və bdd.baku.az olan isə host kompüterinin domen adıdır. Ona görə burada uyğun olacaq Y variantı. Yəni 1-ə C, 2-yə A, 3-ə Y variantı uyğundur və bununla da bütün suallarımızın izahına baxmış olduq.